Azərbaycanda Qurban Bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. Bu il Qurban Bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı mayın 28-i də ölkədə Müstəqillik Günü qeyd olunur. Bəs ölkədə qeyri-iş günləri hansı tarix aralıqlarına təsadüf edəcək? İndi bütün bu detalları əməkdaşımız Fidan Mədətovadan eşidəcəyik. Axşamın xeyir olsun Fidan, eşidək səni. Hansı günlərə bayram günləri təsadüf edəcək, qeyri-iş günləri təsadüf edəcək. Buyur. Salam, hər vaxtınız xeyir olsun. Bəli, may ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq. Sadəcə maraqlı olan məqamlardan biri də budur ki, iki bayram, yəni Müstəqillik Günü və Qurban Bayramı məhz eyni tarixə, may ayının 28-nə təsadüf edəcək. O zaman istirahət günləri hansı tarix aralıqlarında nəzərdə tutulur hər iki bayram üçün? Elə həmin detalları öyrənmək üçün məhz yollandıq Dövlət Əmək Müfəttişliyi xidmətinə və xidmətin əməkdaşı Solmaz Ələkbərova bizlə canlı bağlantıdadır və həmin hissələri bizə o izah eləyəcək. Salam Solmaz xanım, sizin eşitdiyiniz detalları buyurun. Salamlayıram, hər vaxtınız xeyir olsun. Bu illəri 27 və 28 may tarixlərində Qurban Bayramı məhz həmin tarixlərə təsadüf edir. Buna əlavə eyni zamanda 28 may tarixi isə Müstəqillik Günüdür və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarına əsasən iki bayram günlərinin üst-üstə düşməsi səbəbindən əlavə istirahət günü müəyyən edilib və belə olan halda artıq 29 may tarixi də məhz qeyri-iş günü kimi qeyd olunur. Bununla yanaşı 5 günlük iş qrafikində çalışanlar şəxslər üçün artıq 26, 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günləri olacaq. Və eyni zamanda 9 may tarixinin isə faşizm üzərində qələbə günü kimi qeyd olunduğunu nəzərə alaraq bu gün də məhz şənbə gününə təsadüf edir və belə olan halda 11 may tarixi qeyri-iş günü olacaq. Həmçinin onu da qeyd edək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən iş günü hesab edilməyən bayram günlərindən öncə gələn iş günlərində iş saatları həftəlik iş müddətindən asılı olmayaraq 1 saat qısaldılacaq. Təşəkkür edirəm Solmaz xanım, çətin detallı informasiyalara görə və bəli bir davr olmaqdır ki, məhz may ayında ümumilikdə 14 gün qeyri-iş günü olacağı ilə bağlı informasiyalar var idi və biz həmin tarixlərin hansılar olacağını sizlə bölüşməyə çalışdıq. Qurban Bayramı və Müstəqillik Günü may ayına, eyni zamanda faşizm üzərində qələbə günü may ayına təsadüf elədiyi üçün həmin tarixləri sizlə bölüşdük. Hələ ki bizdə son detallar bu qədər idi. Söz yenidən sizə ötürürük. Hər ikinizə də təşəkkür edirik.